Səvuş Novruzovun seçki qanunvericiliyi haqqında anlayışı yoxdur. Baxın, seçki bizim MSK-nın, mən rəqəmlər deyim təqribi, bax, bizim MSK-nın formalaşması məsələsi var. Əslində onu da deyim ki, bu MSK-nın formalaşması 1 il gecikib. Ay 5 illiyə zada seçilmir MSK. MSK parlamentin tərkibinə uyğun formalaşır. Məsələn, Tahir Kərimli artıq deputat deyil. Bəli, amma onun təyin elədiyi MSK nümayəndəsi 1 il orada oturub. O kimi təmsil edirdi orada. Düzdür, məsəl üçün deyək də, indi Tahir Məhəmməd Salam deyir, amma məsələ, və yaxud da Hacıyev var idi, Sabir Hacıyev, onun partiyasından. O niyə orada olmalı idi? Hansı ki, real oradaydı, nümayəndəsi yox idi, düzdür? Yəni, baxın, indiki MSK-nı mən gəlin qısa sizə analiz edeyim. 125 nəfərin deputatın seçilmə tərkibinə uyğun 18 nəfərlik MSK seçilir. 3 yerə bölünür. Birinci yerdə 6 nəfəri verir hakim partiya. Bax, belə də yazılıb. Hakim partiya yox, çoxluq. 6 nəfəri çoxluq verir. 6 nəfəri azlıq verir. Yəni azlıq partiyalar. 6 nəfəri də verir, tutaq ki, bir tərəflər. Elə, baxın, mən sizə adi bir rəqəm deyim. Görün nə qədər ədalətli ki, bugünkü MSK-nın tərkibi. Burada indi ekspertlər də baxırsa, bir özləri üçün analiz eləsinlər. Məsəl üçün, tutaq, 55 nəfər seçilib Yeni Azərbaycan Partiyası. Bu çoxluqdur. İkinci yerdə azlıqdır. Azlıq nə deməkdir? Yəni, birinci partiyadan sonra kim varsa hamısı azlıq sayılır. İndi 11 partiya var. Yəni, 10 partiya azlıq sayılır. 10 partiyadan, məsəl üçün deyək, AK Partiya yığıb 54 nəfər. Elə. Və digər partiyalarda onu bir yerdə yıxsın, tutaq ki, 10 nəfər də olar. Məsəl üçün, 10-da bu. 11 olsun. Elədi nə qədər? Deməli, 65, 55, bir nəfərdə, yox, 10 nəfər. Bir nəfərdə bir tərəf. Baxın, 55 deputatı olan Yeni Azərbaycan Partiyası MSK-ya verəcək 6 nəfər. 54 nəfər deputatı olan AK Partiya verəcək 1 nəfər. 10 partiya verəcək hərəsi, belə deyək də, 10 partiya birlikdə verəcək 5 nəfər. İzah eləyə bildim. Yəni, 11 partiyaya deputat sayı 65 nəfər verəcək, məsəl üçün deyək, 6 nəfər və bir yap verəcək, nə qədər? 6 nəfər. Və baxmayaraq ki, məsəl üçün AK Partiyadan bir deputat çoxdular. Və bir nəfər bir tərəf verəcək 6 nəfər. Bu nə qədər ədalətlidir? Hesablama olaraq. Hətta yəni məntiqlə də, sabah bir nəfər bir tərəf düşsə parlamentə, o bir nəfərin MSK-ya 6 nəfər namizəd verir, 125 dairəyə 125 katib verir və 5000 məntəqənin hamısına da katib verir. Bir nəfər.